Salam, hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. Bugün 16-11-ci ay 2025-ci ildə OTK-nın keçdiyi buraxılış sınaq imtahanının ingilis dilinə aid olan sualların izahını verəcəm. İlk öncə 11-ci siniflərə aid olan sualların izahlarına baxaq. Gəlin 56-cı sualdan başlayaq suallarımızı izah etməyə. 56-cı sualda bura baxırıq ki, əqriment mövzusuna aid olan sualdır. Bizdən burada düzgün variantı istəyir. Biz demişik ki, cümlədə söz önü varsa, söz öndən əvvəl gələn sözümüz təkdirsə xəbərimiz təkə görə, cəmdirsə cəmə görə uzlaşır. Burada da baxırıq, söz öndən əvvəl gələn sözümüz people sözü cəmdə olduğuna görə, deməli xəbərimiz də nəyə görə uzlaşacaq? Cəmə görə uzlaşacaq. 1 ola bilər. Sonra 2-də have var, cəmə görə uzlaşır. Burada deyir ki, bilir ki, ismi artırdığımız SES ismin cəm olduğunu bildirir. Feylə artırdığımız isə nədir? Yəni xəbərimizin təkli olduğunu bildirir. 3 ola bilməz. Həz tək xəbər olduğuna görə həz də ola bilməz. Bil nədir? Həm tək həm cəmə görə uzlaşdığına görə 5 də ola bilər. Düzgün cavabımız qalır nə? 1, 2, 5 C variantı. 57-ci sualımıza baxırıq. Burada da biraz tərcüməyə fikir veririk. Deməli, burada baxırıq, boşluqdan sonra cəm isim gəlib. Solution to traffic jams is to build. Yəni burada deyir ki, nədir? Belə deyə də, trafikin qarşısını almaq üçün həll yolu nədir? Baxaq görək. Burada fever var. Nədir? Yəni daha az yollar tikilməlidir. Xeyr. Yəni burada əgər road sözü verilibsə, deməli daha çox yol inşa edilməlidir ki, nədir? Trafiki nədir? Azaltsınlar. Elotdan sonra bilirik ki, isim gəlmir. B variantı olmaz. Deməli, the most effective solution burada elə düzgün cavabımız olacaq nə? C variantı. Deyir, ən yaxşı nədir? Çıxış yolu, ən yaxşı həll yolu hansı olacaq? Yəni çoxlu yollar inşa etmək. Düzgün cavabımız nə qalacaq burada? C variantı. 58-ci sualımıza baxırıq. Görürük ki, boşluqdan sonra cəm isim. Boşluqdan sonra cəm isim gəlib. Düzdür? Burada to var. Deməli biz burada elə bir quantify seçməliyik ki, to ilə işlənə bilsin. Bilirik ki, mo to ilə işlənə bilməz. To ilə işlənən quantifierlərimiz hansılardır? Much, little, many, bir də few. Bu olan variant gedir. Must'dan sonra bilirik ki, salim isim gəlir, cəm isim gələ bilməz. To'dan sonra a few gələ bilməz. To'dan sonra a lot of gələ bilməz. Cavab nə qalır? C variantı. Birinci tərəfdə many, ikinci tərəfdə nə? Mo. 59-cu suala baxırıq. Bu da sifətin dərəcəsidir. Veridən sonra biz bilirik ki, ikinci tərəfə artı baxanda burada cavabımızı tapmaq olar. Bilirik ki, veridən sonra nə gəlir? Sifətin adi dərəcəsi. Baxırıq, burada deməli müqayisə dərəcəsidir. A ola bilməz. More nice ola bilməz. Həm də burada nice təkəcaldır. C variantı ola bilməz. Sonra yer qəbul edir. Deməli, D variantımız burada ikinci tərəfə baxırıq. Birinci tərəfdə okeydir. İkinci tərəfdə mo ilə ER ikisi bir yerdə ola bilməz. D variantımız da yanlışdır. Deməli, Y variantına baxırıq. Yenə burada ikinci tərəfi verib müqayisə dərəcəsində. Bizə ikinci tərəfdə nə lazımdır? Adi dərəcə lazımdır. Düzgün cavab olaraq nə qalır? B variantı. Altmışıncı suala baxırıq. My colleague, burada bilmirik ki, mənim kolleqam kişi cinsindədir ya qadın cinsindədir. Deməli, hər ikisini götürə bilərik. Herself olacaq burada, bir də himself. Düzgün cavabımız nə qalır? 1, 4, D variantı. Altmış-birinci suala baxırıq. Jane is manager. Burada bilək ki, boşluqdan sonra nə gəlib? Sayılan tək isim gəlib. Sayılan tək isim gəlibsə, biz sayılan tək isim qarşısında boşluq verə bilmərik. Burada E olmalıdır. Burada bilək ki, Z-miz yoxdur. Ümumiyyətlə, to be-dən sonra gələn isimimizin qarşısında EN artiklı olur. EN artiklı. Baxaq görək. Yenə burada artiklımız yoxdur. Bilir ki, sayılan tək isim qarşısında yenə deyirəm. Özündən əvvəl sifət də gəlsə, mütləq qarşısında yəni artiklı olmalıdır. Yəni sayılan tək isim qarşısında biz boşluq qola bilmərik. Avtomatik C, D, Y variantları gedir. Burada baxaq. Düzgün cavab olaraq qalır nə? A variantı. İkinci tərəfdə work sözü var. İkinci tərəfdə biz nə ilə təyin eləyəcəyik? Sifətlə təyin eləyəcəyik. 61-də də düzgün cavabımız qaldı nə? A variantı. Baxaq 62-ci sualımıza. Buradan bizdən nə istər? İsimləri istəyir. Burada da düzgün cavabımız olacaq nə?
C variantı. İsimlər cərgəsi var. Burada nə? Generosity, pencil, volunteer. Cavab qalır nə? C variantı. 63-cü sualımıza baxırıq. Burada artikel mövzusuna aid olan sualdır. Boşluqdan sonra sayılan isim, tək isim, boşluqdan sonra sayılan tək isim. Biz bilirik ki, sayılan tək isim qarşısında boşluq verə bilmərik. Avtomatik nə? Avtomatik olaraq A variantı gedir, D variantı gedir, Y variantı gedir. Ümumiyyətlə B də gedir. Hər iki isimimiz belə əsmasın, sayılan tək isim olduğuna görə biz sayılan tək isim qarşısında boşluq verə bilmərik. Düzgün cavabımız qalır nə? C variantı. 69-da one of'dan sonra nə gəlib? Cəm isim gəlib. Deməli biz deyirik ki, one'dan sonra nətər isim gəlirdi? Sayılan tək isim gəlirdi. One of birləşməsindən sonra isə sayılan cəm isim, cəm əvəzlik gələndə xəbərimiz nədə olurdu? Təkdə olurdu. Baxaq görək. İkinci tərəfdə burada qarşı söz cəmdə olduğuna görə. Deməli bizə nə lazım olacaq? Burada cəm xəbər. Deməli birinci tərəfdə bizə lazım olacaq tək xəbər, ikinci tərəfdə lazım olacaq bizə nə? Cəm xəbər. A variantı getdi, burada ikinci tərəf tək xəbərdir. C variantı hər iki tərəfdə cəm xəbər verib, bizə nə lazımdır? Birinci tərəfdə tək xəbər lazımdır. Eynən Y variantda gedir, bizə birinci tərəfdə tək xəbər lazımdır. D variantı yenə ona görə gedir ki, bizdə birinci tərəfdə tək xəbər lazımdır. Avtomatik çıxdaşla nə qalır? B variantı qalır. Birinci tərəfdə nə? Problem cəmdə olduğu one of-a baxırıq. One of plus cəm isim xəbərimiz təkdə iz veririk. Burada da qarşı söz cəmdə olduğuna görə bizə nə lazım oldu? Cəm xəbər. Düzgün cavab qaldı nə? B variantı. 65-ci suala baxırıq. Boşluqdan sonra nə gəlib? Bu da əvəzlik mövzusuna aid olan sualdır. Boşluqdan sonra gəlib isim. İkinci tərəfdə isə boşluqdan sonra heç nə yoxdur. Deməli bizə lazımdır birinci tərəfdə isimlə işlənən yəlik əvəzliyi, ikinci tərəfdə lazımdır deməli isimsiz işlənən yəlik əvəzliyi. A variantı örs isimsiz işlənən yəlik əvəzliyidir. B variantda Z-dən sonra isim gəlməlidir, amma bizə isimsiz işlənən lazımdır. C variantı burada birinci tərəfdə bizə isimlə işlənən lazımdır. Yəni örs isimsiz işlənəyə görə C variantı çıxır. Y variantında hər ikisi isimlə işlənəndə, amma bizə birinci tərəfdə isimlə işlənən lazımdır, ikinci tərəfdə isimsiz işlənən. Ona görə düzgün cavabımız nə qalır? D variantı. 66-cı suala baxırıq. Bu da tərcümədir. There was interesting in the meeting. We were bored. Deməli biz sıxıldıqsa, maraqlı nə isə yox idi də, nothing olacaq. Düzgün cavab olur nə burada? C variantı. 67-də bizdən düzgün variant istəyir. Choose a correct variant. Biz deyirik ki, rəqəmdən sonra gələn ismimiz nədə olmalıdır? Cəmdə. Yəni, yəlik nə ilə düzəlir? Apostrof vasitəsində. Apostrof S-dən sonra olmalıydı. Bir yanlışdır. Severaldan sonra yenə bildik ki, nətər isim gəlir? Cəm isim gəlir. Yəni, burada apostrof S-dən sonra olmalıdır. 2 də yanlışdır. Avtomat düzgün cavabımız nə qalır? 3-dən 4. Nick Dogs apostrof S-nə verib düzdür. Jessica and Chris apostrof S wedding. Bu da nədir? Doğrudur. Düzgün cavabımız nə qalır? 3, 4, C variantı. 68-də burada make-up sentence deyir, yəni düzgün cümləni düzgün şəkildə qurmalıyıq. Burada fail gələcək cümləmizin əvvəlinə 2, is a pass, 4, 6, sorry 4, 6 yox. Fail 2, deməli gələcək 4, is a, bəli gələcək 6, sonra gələcək 3, to success, deməli 5, axırda 1. Deməli, var elə bir cavab 2, 4, 6, 3, 2, 4, 6, 3, 5, 1. Bəli, qalır B variantı. Deyir ki, uğursuzluq nədir? Uğura gedən bir yoldur. Uğursuzluq, failure is a path to success. Uğursuz, uğura gedən bir yoldur. Burada yenə choose a correct variant bizdən düzgün variant istəyir. Bilir ki, FT-dən sonra nətər isim gəlir? Cəm isim. Burada S olmalıydı cümləmizin sonunda. Several wood spoons. Burada hər şey okeydir, yerindədir. A lot of toothpaste sayılmaz da tube sayılır. Bilir ki, a lot of-dan sonra əgər sayılan isim varsa, sayılan isimimiz mütləq cəmdə olmalıdır. Some shop windows. Burada da bilir ki, some'dan sonra sayılan cəm isim gəlir, sayılmayan isim də gəlir. Düzgün cavabımız nə qalır burada? Deməli 2, 4. O da cavabımız nədir? D variantı. 70-ci sualda match the given words to their definitions. Burada bu sözləri nə etməliyik? Definitionlarla uyğunlaşdırmalıyıq. Gəlin baxaq sözlərimizə. Deməli, neçənci sualdır bu? 70-ci sual. Invisible. Bir də gözlə görünə bilən, gözə görünməz.
Gözə görünməzsə nə olacaq? Cannot be seen. Gələcək C var şey bəndi. 2-də burada deməli accurate, dəqiq, düz. Dəqiq düzdürsə nə olacaq? Correct in all details. A variantı olacaq. 3-də nə deyir? 3-də isə crucial. Crucial söz nədir? Həll edici. Həll edici isə burada nə olacaq? Extremely important. Extremely important da orada B variantı. Deməli 1C, 2A, 3B. 1C, 2A, 3B var elə bir variant. 1C, 2A, 3B o da qalır D variantı. Yetmiş birinci sualımıza baxaq. Choose a correct variant. Bizdən burada düzgün variantı istəyir. Amma bu da nədir? Bu da bizim deməli uzlaşma mövzusuna, agreement mövzusuna aid olan suallarımızdandır. Biz dedik ki, əgər cümləmizin mübtədası C-dən ifadə olunsa, xəbərimiz nədə olacaq? Təklə. Deməli, bizə burada nə lazım olacaq? Tək xəbərlər 1 olacaq. 1-1 2 tək cəmə görə uzlaşır 2 ola bilər. 3 cəm xəbərdə ola bilməz. 5 cəm xəbərdə ola bilməz. Qalır bir dənə 4 tək xəbər olduğuna görə həz. 4-ü də seçirik. Düzgün cavabımız burada nə qalacaq? 1, 2, 4 A variantı. Artıq bizdə gəlir mətnimiz. Görək mətnin 1-2 cümləsini oxuyaq. Görək mətnimiz nədən bəhs edir. Aha. Burada advertising is a powerful tool that helps companies attract customers and inform them about products. The main goal of advertising is to increase sales and make more people buy product. The benefits of advertising include company growth, customer trust and long-term business success. Aha, artıq bilirik ki, mətni tam oxumuram. Vaxtımız getməsin deyə gəlin suallarımıza baxaq. Aha, burada bizdən mətnə uyğun düzgün sualın, deməli sualımızın düzgün cavabını istəyir. Baxaq görək. Deməli, what purpose does advertising have? Deyir ki, belə deyək. Reklamların əsas məqsədi nədir? Yəni, reklamlar bizə nə kimi faydası var? Baxaq görək. To inform customer about product. Bəli, bu vardı mətnimizdə. Yəni, insanları nədir? Alıcıları nə? Məhsullardan xəbərdar etmək. Baxaq görək. Baxın, burada var. Advertising has three main purposes. To inform nə olacaq burada? Baxın, həmin variant bax burada var. Baxın bu cümlədir. Remind to, baxın. Yəni insanlar nə isə xatırlamaq, məhsullar barədə xatırlatmaq. Deməli bir burada nədir? Düzgün cavabdır. Biri seçirik. 2-də nədir? Focus only the prices of products. Yəni deyir ki, yalnız nəyə fokuslanır? Yalnız nəyə? Məhsulların qiymətinə. Xeyr, elə bir şey yoxdur. Yəni məhsulun keyfiyyəti və nədir? Qiymətləri barədə, qiymət də daxil nədir? Məlumat verirdi. To make consumers remember to products. Bəli, bu vardı. 3 məqsəd vardı, bir də bu idi. İndi baxdığımız abzasda bu da vardır. 1, 3, cavab qalır nə? D variantı. Baxın, burada olacaq D variantı. 3 əsas məqsədi vardı. Baxaq. Baxın, three main purpose. Qələm görə yazacaq. Baxın, to inform, to present and to remind. Yəni xatırlatmaq. Hər üçü vardı orada. Yetmişdə nədir? Deyir, mətnə uyğun düzgün cavabı seçin. One of the purpose of advertising to convenience the customers, yəni alıcıları inandırmaq. Elə düzgün cavabımız burada nə olacaq? A variantı. Reklamların əsas səbəbi nədir? Heç mətni oxumadan da biz bu cümləni yaza bilərik. Biz bilirik ki, reklamın əsas səbəbi ondan ibarətdir ki, yəni insanları nə etmək? Daha çox cəlb eləmək. Cəlb eləmək üçün də nə etmək lazımdır? Alıcıları inandırmaq lazımdır. Decrease customers trust about decrease nə idi? Azaltmaq. Xeyr, elə bir şey yox idi. Yəni məhsula inamının azaltmaq idi. Xeyr, elə bir şey yox idi.
Burada hardly sözü var. Hardly varsa nədir? Artıq bu nədir? Deməli biz bunu götürə bilmərik. Advertising has only positive impact on social values. Xeyr. Əslində təkcə nədir? Deyir təkcə yalnız pozitiv nədir? Sosiala yalnız nədir? Belə deyək də pozitiv təsir edir. Əslində xeyr, orada mənfi tərəfləri də vardı. Yəni reklamın mənfi tərəflərindən də orada danışırdı. Baxaq. Baxın elə burada var. Its negative sides. Advertising remains one of the strongest ways to promote products, support the business and develop the economy. Baxın, negative sides də burada nədir? Deyir. Yəni təkcə nədir? Müsbət tərəflərindən danışmır. Ona görə də düzgün cavabımız orada nə qalır? A variantı. 74-də deyir mətnimiz nə haqqındaydı? Elə burada düzgün cavabımız olacaq nə? A variantı. Positive and negative impacts of advertising. Burada düzgün cavab elə qalır nə? A variantı. An advertisement and its price. Deyir ki, reklamlar və onların qiyməti xeyli bir şey yoxdur. Competition among companies. Düzdür, orada beləsmə rəqabətdən söhbət gedirdi, amma mətnimizin ideyası tam o haqda deyildi. Advertising of expensive products. Bəli, bahalı nədir? Deməli, advertising of expensive products, yəni bahalı məhsullardandır. Bu yanlışdır. D variantımızda olmaz. Advertising as a way inform about discounts. Yalnız nədir? Endirimlər barədə məlumat verən bir nədir? Yoldur. Xeyr, yalnız endirimlər barədə yox, yəni məhsulun keyfiyyəti barədə nədir? Məlumat verən bir vasitədir. Ona görə düzgün cavabımız nə qalır? A variantı. Baxırıq 75-ci sualımıza. Aha, advertising can inspire companies. Deyir ki, nəyi təhrik edir? Yəni, nəyi ilhamlandırır? To take part in competitions. Deməli, burada ola bilər. Bəli, yəni, belə deyək də, bir şirkət əgər reklamı verirsə, digər də nə edir? Artıq reklamı verməyə başlayır. Yəni, şirkətlər arasında nə edir? Rəqabət yaradır. Bir düzdür. To offer better products. Bu da nədir? Düzgün cavabdır. 1-2. To make fewer advertisements. Burada üstü ola bilməz. To reduce the demand of the products. Yəni nədir? Məhsulu olan tələbatı azaldır. Bu da yanlışdır. Düzgün cavabımız olacaq nə? Burada elə 1-2 A variantı. Burada 76 artıq esseydir, bunu özünüz yazacaqsınız. 77-ci sualımıza baxaq. To have enough money to pay for something, yəni bir şeyə kifayət qədər pul ödəmək. Baxaq, görək. Yəni burada 77-də paragraf necə? 3-də istəyir bizdən, verilmiş cümlənin definition istəyir bizdən. Paragraf 3-də baxaq, görək. Deməli, biz orada, əgər cümləmiz orada feillə başlayıbsa, bizə nə lazımdır? Feil lazımdır. Aha, burada da feilimiz olacaq nə? To afford sözü olacaq, imkanı olmaq, meydana gətirmək. Cümləmiz deməli burada. Definitionimiz olacaq to afford. Əgər definition feillə veribsə, uşaqlar mütləq nədir? Feilimizin qarşısında to'sunu da verməliyik. To'nu oradan yeməyin. 78-ci sualda deyir ki, cümləni ən azı 2 söz dəyişməklə neynəyin? Tamamlayın. Biz burada deməli, the main goal of advertising cümləmizi tapırıq. Davamı neyinirik? Ən azı 2 sözün dəyişməklə yazırıq. Deməli, bu sözümüz də haradaydı? Birinci səhvlərimizsə birinci abzasdaydı. Baxaq görək. Baxın, birinci abzasda. Main goal of advertising is to. Deməli, biz burada increase sözünü verə bilərik. To rise sözü ilə. To rise. Və yaxud da ki, enhance. Sonra, buy sözünü burada verə bilərik. Make buy sözünü verə bilərik get sözü ilə. Product sözündən verə bilərik burada nə? Crop sözü ilə. Əvəzləyə bilərik sinonimlə. Burada neçə ən az 2 sözlərdir. Biz artıq nədir? 3 söz sinonimlə əvəzlədik. Baxaq, görək. Bizdən də o bir sualımız nə istəyir? Aha.
79-cu sualımıza baxırıq. Deməli, write synonym of the word profit. Profit sözünü nə istəyir? Bizdən sinonimini istəyir. Burada paragraf neçədə? Paragraf 1-dədir. Orada da benefit sözü olacaq. Gözümə dəymişdi. Demək, baxaq görək. Business include company customer trust and long term and make more people product. Advert powers that companies that the company informs about the main goal advert is to increase sales and make more people the benefits. Benefit sözü var. Deməli, profit sözündə nə ilə əvəzləyəcək? Profit sözündə sinonimi olacaq benefit sözü. Xeyir, fayda, mənfəət. Profit sözünün nədir? Sinonimidir. Bu qədər. Deməli, bizdə listeningi paylaşmaya bilər. Listeningin sualları dinləmə əlimizdə olmadığına görə listeningin suallarının izahını verə bilmirik. Bu qədər. Sağ olun, salamat qalın, özdən müğayət olun.